Elektrik təchizatı işləri, elektrik qurğuların istehsalı və quraşdırılması sahəsində əldə etdiyi yüksək nəticələrə görə mükafatın bu nominasiya üzrə qalibi VS Enerji Services şirkəti elan olunur. VS Enerji Servis MMC 10 ildən artıqdır ki, ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir. Şirkət Azərbaycanın müxtəlif bölgələrində yüksək standartlara cavab verən çoxsaylı transformator məntəqələrində uyğun avadanlıqları quraşdırmaqla yanaşı, yüksək gərginlikli elektrik verilişi xətlərinin çəkilişini də yerinə yetirib. Bugün şirkətin fəaliyyəti yalnız daxili bazarla məhdudlaşmır və Enerji Servis xarici bazarı da özü üçün prioritet seçib. Türkiyədəki partnyorlarla əldə olunan razılaşmaya görə ortaq müəssisə yaradılıb. Hazırda şirkət bir neçə istiqamətdə fəaliyyətini davam etdirir. İş həyatında müasir yeniliklərlə ayaqlaşmaq, ölkə quruculuğunda fəal iştirak etmək, yüksək peşəkarlıq nümayiş etdirmək və Enerji Servis şirkətinin əsas qayəsinə çevrilib. Və hazırda mükafatı qəbul etmək üçün səhnəyə şirkətin təsisçisi və sahibi Səyavuş Yusifovu dəvət edirik. Axşamınız xeyir, xanımlar və cənablar. Eyni zamanda Türkiyə dövlətinin elçisi salamlayırıq. Bu günləri bu nominasiya üzrə bizə öz töhfəsini verən təşkilatçılara öz təşəkkürümüzü bildiririk. VS Enerji Servis 2011-ci ildə rəsmi olaraq fəaliyyət dövrünə başlayıb. Fəaliyyət dövründə çox uğurlara imza atmışdır. Eyni zamanda VS Enerji yüksək və 04 tərəfli yuvaları istehsalla məşğul, Qarabağda bir çox nailiyyətlərə imza atmışdır. VS Enerji şirkət olaraq böyümüş VS Qarabağ şirkəti təsis etmişdir. VS Qarabağ şirkətində bugün boru, dayaqlar, beton piltələr və s. istehsalına məşğul olunur. Bu günləri bizə bu nominasiya üzrə layiq gördüyümüz üçün təşkilatımıza, Business Time təşkilatına çox minnətdarlıq bildiririk və eyni zamanda burada iştirak edən hər bir şirkət rəhbərlərini öz nominasiyalar üzrə təbrik edir, onlara uğurlar arz edir, bol-bol uğurlarınız olsun, çiçəklənən Azərbaycana öz töhfəmizi verək. Çox sağ olun, minnətdarıq.